Şəhid İskəndərov Mübariz Nüsrətoğlu, ruhuna salam olsun. Səkinə xala kəndindəyəm, Hacılı kəndində. Şəhid İskəndərov Mübariz Nüsrətoğlu, sənin oğlun. Allah rəhmət eləsin deyirəm buradan. Allah sənə səbir versin. Allah ilkinimizə də rəhmət eləsin. Bu yerdən, bu kənddən sənə salamlayıram Səkinə xala. Allah burada rəhmətə gedənlərin hamısına ruhlar şəd eləsin. Hacılı kəndinin qəbirstanlığıdır. Məhərrəmov Həbib, Allah rəhmət eləsin. Məhərrəmov Yaqub Asifoğlu, Allah rəhmət eləsin. 19 yaşında dünyasını dəyişib. Yaşasaydı 55 yaşı olacaqdı. Yeri cənnət olsun, Allah ailəsinə səbir versin. Kənd cəmaatı hamısını bir-bir ad-baad çəkmək olmur. Onu deyə bilərəm ki, burada dünyasını dəyişənlərə hamısını Allah rəhmət eləsin, ruhları şad olsun. Xatirələrin yada salmaqdan ötürü ümumi bir görüntü. İskəndər İbadoğlu, Firyaz İskəndər qızı, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Fəttahov İqbal Həmidoğlu. Vəliyev Elnur Xasayoğlu, Allah rəhmət eləsin. 1978-ci ildə anadan olub, 92-ci ildə dünyasını dəyişib. Yaşasaydı 47 yaş olacaqdı. Allah rəhmət eləsin. Ruhu şad olsun. Allah hamısına rəhmət eləsin. Aliyev Ali Ağamirzoğlu, Allah rəhmət eləsin. Şiral babamın qəbrini tapanmadım, çox təəssüf. Allah hamısına rəhmət eləsin. Qasımov Semih Mirhadioğlu, bildiyim məlumatıma görə Seyitoğlu. Allah rəhmət eləsin, yerdə qalanlarına can sağlığı versin. Burada da qəbirlər var. Daşın içərisində. Bildiyim məlumata görə bura Seyidlərin qəbridir. Ruhları şad olsun. Allah rəhmət eləsin. Hörmətli Hacılı kəndinin cəmaatı, mən Zahir Quvvatlı, buradan hamınızı salamlayıram. Dünyadan köçənləriniz Allah rəhmət eləsin, yurdundan nigaran dünyasını dəyişənlərə Allah rəhmət eləsin. İnşallah yerdə qalanları böyük qayıdış Allah qismət eləsin, sağ salim yurda qaydasız, kəndinizə qaydasız, yuva salıb yenidən bu evlərdə toy bisat olsun, ocaqlarımız yanar olsun. Sağ olun, sağlıqla qalın. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu günləri Zahir Qubadlı yurt yerindədir.